Xahiş edirəm bir dəqiqə qulaq asasınız, hələ ki vaxt var. Burada bu söhbətlərin yeri deyil. Hadisələr hamıya məlumdur, hadisələri təsvir eləmək lazım deyil. Hadisələrin bütün günahkarları da məlumdur. Bu mərkəzi hökumətli Qarbaçov başda olmaqla, bu Azərbaycan rəhbərliyidir, hamısı istisnasız olaraq komissiya yaradılmalıdır. Hamısının günahları konkret müəyyənləşdirilməlidir və cəzalarına çatmalıdırlar. Qarbaçovdan başlamış, axırıncı bu işdə iştirak edən raykom işçisinə qədər, hamısı. Bu məsələnin bir tərəfi. İkincisi, bu hadisələrin başlıca günahkarı Sovet İttifaqının Komünist Partiyası olduğu üçün bir nəfər də vicdanlı Azərbaycanlı bu partiyada qalmamalıdır. Bu partiya 72 ildir xalqların başına oynaşır, milyonlarla adam məhv eləyibdir və son günlər göstərir ki, bunun üçün heç nə yox, müqəddəs heç bir şey yoxdur. Demokratiya, hamısı bunlar üçün yalan sözlərdir. Buna ancaq bizim kimi sadəlöv adamlar inanır. Ona görə də bir nəfər də vicdanlı Azərbaycanlı, bir nəfər də Respublikamızın vicdanlı vətəndaşı bu partiyada qalmamalıdır. Bu partiya nail olsa, ümumiyyətlə buraxılmalıdır Respublikamızda. Daha sonra, yaxşı ki, son hesablama göstərdi ki, deputatların sayı kifayət qədərdir. Burada biz nə qədər əsəbi də olsaq, qəzəbi də olsaq, başa düşməliyik ki, deputatların sayı kifayət etməsə, sessiya keçirmək olmaz. Çünki bu, əvvəlki vaxtlar deyil ki, bu 20 yanvar və 20 yanvardan sonraki dövrdə biz başqa-başqa adamlarıq. Və bir də, mən xahiş edirəm ki, gəlin burada heç nəyi müzakirə eləməyək. Hazır qətnamələr, hazır qətnamə layihələri kimdə varsa verilsin, burada bir redaksiya heyəti yaransın, verilsin redaksiya heyətinə və qısa müddətdə o layihələr qısa müddətdə müzakirə edilib qəbul edilsin. Nə gördüyümüz qanlardan danışmaq lazım deyil, nə xoşumuza gəlməyən adamları söymək lazım deyil. Bunların hamısı məlumdur. Bu adamlar hamısı əvvəl-axır bu və ya digər şəkildə cəzalarına çatacaqlar. Əziz deputatlar,